İlk dəfə bu yeməyi hazırlayanda bu qədər dadlı olacağını heç düşünməzdim. İlk öncə çəkilmiş dana ətin üzərinə soğan, duz, istiot, pul biber əlavə edib qarışdırırıq. Bu arada bu yeməkdə bizə zəfəran dəmləməsi də lazım olacaqdır. Ona görə elə ilk öncə zəfəranımızı dəmləyək və sonra isə ətimizə formalar verək. Forma verdiyimiz ətləri kərə yağında qızardırıq. Sonra isə bizə lazım olacaq yarım halqa doğranmış soğan. Yarım halqa doğranmış soğanı isə yağda qızıl rəng alana qədər qızardıb, həmin ətləri isə soğanın üzərinə düzüb, bu arada bizə lazım olacaq 1 stəkan nar suyu, zəfəran dəmləməsi və doğranmış qoz ləpəsi. Əti əlavə etdikdən sonra soğanın üzərindən həmin doğranmış qoz ləpəsini, zəfəran dəmləməsini və 1 stəkan nar, duz, istiot, sarı kökdə əlavə edib qapağını örtüb yağa düşməsini gözləyirik. Çox dadlı bir yemək alınır. Sizlər də hazır.